Salam dəyərli izləyicilər. Demək 2007-ci ildə 11-ci sinfi bitirən kimi mən yoldaşımla 11-ci sinfi daha önce bitirməmişim, yoldaşımla tanış oldum. Bazarda işləyirdim, tanış oldum. Yoldaşımın da 13 yaşı vardı. Mən nişanlandım. Biz 5 il nişanlı qalmalı oldu. Çünki mənim əsgərliyim vardı. Əsgərlik etdim. Əsgərlikdə olduğum müddətdə mənim yoldaşım, mən ondan ayrılıb əsgərlik edəndə hansı köynəkdə mən ondan sağollaşmışdımsa, Obska gələndə o həmin köynəyi başqa köynəyindən dəyişirdi. Mən çox sevirdi, belə deyək. Mənim çox ağır günlərim oldu, çox ağırlı günlərdən keçdi. Mən gələndən sonra anam xəstələndi və anam üçün həkim xərçəng xəstəliyinə tutulub dedi, öləcəyin dedi. Mən məcbur tez toy eləməli oldum. Tez, yəni 5 ildir artıq biz gözləyirdik, imkan olmadığından. Ev tikmək istəyirdim, ev tikmək icazə verilmirdi. Nəysə, çox problemlərlə üzləşirdik. Məcbur ona elə 5 il nişanlı qalmalı olmuşdu. Sonra belə oldu ki, anamın xəstəliyini eşidəndən sonra mən bir qonaqlıq, yığıncaq təşkil elədim. Biz ailə qurduq. Ailə qurduğumuz müddətcə çox əziyyətli günlərimiz oldu. Hədsiz, anam xəstə oldu. Allah hər kəsin xəstələrinə şifa versin. Çox xəstə düşdü anam. Çox. Yoldaşım məndən bütün çətinliklərdən keçdi. Heç vaxt məni tək qoymadı. Və bizim bir qızımız oldu, Rabia. Rabia'nın 1 yaşında mən anamı itirdim. Arxası çox getmədi, 2 ildən sonra nənəm xəstələndi və mənim yoldaşım Əminə yenə mənim yanımda oldu. Yenə mənə dəstək oldu, həmdəm oldu. Və 2016-cı ildə də nənəmi itirdim. 2016-da nənəmi itirəndən sonra da biz başladıq üstündən 1 il keçəndən sonra özümüzə gəlməyə, ailə kimi olmağa, axır biz də varıq deyə düşünüb ailəmə sarıldım, ailəm mənə sarıldı. Bir-birimizə tutunduq. Bizim 2 dənə qızımız vardı, Rabia ilə Məryəm. Sonra yoldaşım təkrar uşaq oldu, uşaq qaldı, belə deyək. Əsnatım, balaca qızım gəldi dünyaya. Bizim çox gözəl günlərimiz keçirdi evlatlarımızla. Bir balaca dünyamız vardı və biz o dünyanın içində çox xoşbəxt idik. Sonra yavaş-yavaş gəzdik, o gözəl vaxtlar keçirdik. Yoldaşım çox gözəl insan idi, hədsiz gözəl insan idi. Çox hədsiz, yəni mən onu nə qədər tərif eləsəm, vallahi az qalar. Və bu günləri həmişə, bu günləri də görürəm. İçimdən qarışıq, ətrafımızda kim varsa hamımız ona borclu olduq. Və biz ona borclu olaraq biz onu itirdik. Və evimi remont eləmək oğlum olacaqdı. Mən dedim ki, əmişlər evi remont eləyirmişim. Evimizi remont eləməyə başladık. Evimizi remont elədik. 1 ay 5 gün idi biz evə köçmüşdük və biz yol çıxdıq. Allah'ın gözəl mələyi idi ki, yol çıxdı, gəldi anası ilə, ailəsi ilə yoldaşım görüşdü. Hamısıyla görüşdü. Vidalaşma mərasimiymiş, heç birimizin xəbəri yoxdur həmin gündən. Biz 22-sinin, dekabrın 22-sindən 23-sünə keçən gecə saat 3-ün yarısı böyük bir qəza keçirdik. Və həmin qəzada 3 qızım, yoldaşım, oğlum, mən böyük bir gün yaşadıq və yoldaşımı, oğlumu həmin qəzada itirdim, Əminəni itirdim. 3 qızım çox ağır xəsarətlər aldılar, çox ağır travmalar yaşadılar. Mən özüm 2 dəfə komaya girməli oldum. Və qəzadan sonra çox şeylər deyildi, öyrəndim.
Mən o qəzada da bir xatirə qoydu ana kimi. Bir ana necə olar? Həmin xatirəni qoydu getdi. Görənlər, danışanlardan eşitdiyimdir. Elə o, elə də xanım idi. Körpə oğlum qucağından buraxmamışdı. Maşından uçmuşlar. Maşın onları atmışdı. O son nəfəsinə kimi uşağı qucağında sıxıb saxlamışdı ki, bəlkə ona ziyan gəlməsin. Və bu gün olayı itirdiyim gündən bir il ötür keçir. Mən onun ruhuna hər birinizdən rəhmət xahiş edirəm, salvat xahiş edirəm. Çünki o tək evladlarına ana yox, mənim qardaşıma. O tək evladlarına ana yox, mənim qardaşıma da, bacıma da, ətrafımda hər kəsə böyük bir xanım olmuşdu. Yəni, ana əvəz olmuşdu bizə. Bizim mənim üçün çox çətin oldu barəsində danışmaq, danışa bilmirəm. Bizi ayağa qaldıran, bizi ayaqda tutan xanımlardan biriydi. Həqiqətən bu günləri mənim üçün ağır günlərdən biridir. Və bu gecə, keçən il bu vaxtı, bu gecə biz yol çıxacaq. Və səhər evimizə, yox, gözümüzü mən balnitsada, uşaqlarım balnitsada, yoldaşımla, uşağıyla, oğlumla axirətində gözünü açdılar. Bu gün onların axirət gününün bir illiyi tam olacaq sabah. Bir şey de diyeyim dostlar. Ben ona ettiğim şey, Əminə, bizim 3 kızımız var. Oğlan olmasa da olar. Allah indi 3 kız verib qoy, 3 evladımızdan qalır. Dedi, yox, mən oğlan istəyirəm. Mən ondan soruşdum, niyə? Dedi ki, sən anavı son nəfəsini kimi bırakmadın. Mən istəyirəm səndən bir oğlum olsun. O da məni son nəfəsini kimi bırakmaz. Həmin şey yanımda olsun. Çox sağ ol oğlum. Və istədiyi kimi də oldu. Oğlum onu bırakmadı. Oğlum anasına sarıldı, anası da oğluma. Və 3 mələyi də mənə əmanət bıraktılar. Yerin cənnət olsun əminə. Bu videonun çəkməkdə məqsədim yoldaşım üçün rəhmətlərinizi xahiş edirəm. O bizə həm gözəl ana olub, həm də dəyərli insan olub, gözəl yoldaş olub. Səni böyük sevgi ilə anırıq əminə.